ki, işçi şikayət edib Dövlət Əmək Xidmətinə və sonra gəlib deyir ki, işə götürənlə razılaşır. İşə götürən deyir ki, yaxşı da, şikayəti bir geri götür və biz sənin müqavilənin tutaq ki, xitamında problem var, ya əmək haqqı ödənilməsində problem var. Biz onu aradan qaldırırıq. Sən get o şikayəti bir geri götür. O adam da gedir şikayətini geri götürəndə bu zaman müraciətin baxılmaması, saxlanması olur, yoxsa olmur. Yəni Dövlət Əmək Müfəttişliyi növbəti addımı atır, atmır. Burada baxmaq önəmli hala. Əgər Dövlət Əmək Müfəttişliyi Xidməti sizə məktub göndərib, siz də məktubda cavab vermisiniz və Dövlət Əmək Müfəttişliyi Xidməti müəyyənləşdirib ki, siz pozuntu etmisiniz. Və bu zaman həmən işçinin müraciəti daxil olur ki, biz mən müraciətimi geri götürürəm, xahiş edirəm inzibati cərimə vurmayın. Xeyr, onda Dövlət Əmək Müfəttişliyi Xidməti cərimə vura bilər. Niyə vura bilər? İnzibati xətalar məcəlləsinin 99-cu maddəsi var. Orada deyir ki, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb aşağıdakılardır. Onun biri də fiziki və ya hüquqi şəxs tərəfindən təqdim edilən yaxud mediada dərc olunmuş məlumatdır. Yəni artıq siz işə götürən olaraq məlumatı təqdim etmişsiniz. Onlar da inzibati xətanı başlaması üçün, icraata başlaması üçün prosesi səbəbi görürsə, bəli, onu artıq başlaya bilər. Amma